Xameneini kim əvəz edir? Xameneini hansı oğlu? Baxın, hardadır? Mən nə bilim hardadır, sahibim. Mən bilsəm 10 milyonumu alaram. Bəli, Sepa idarə edir. fərqi nədir? Bəli, deyib Sepa. Və yaxud da təhlükəsizlik katibi təyin olundu. Kifayət qədər ciddi. Sepa idarə edirsə İran konstitusiyasına, vilayət fiqhədir. Bu tamamilə konstitusiya işləm. Necə ola bilər? Ölkəni dini lider idarə etməlidir. Necə ola bilər hərbi diktatura idarə edir? Onu aşkar demirlər ki. Aşkar demirlər. Onda bu suallar meydana düşür. Bizə indi o tərəfi lazımdır. Onsuz da hakimiyyət legitim deyildir. Legitimlik tam aradan qalır. Biz İranda legitimliyi axtarmıyıq. Faktik idarə edən varsa var. Müharibə dayanandan sonraki günlər var. Beynəlxalq hüquq işləmir axı indi. Nə işləyir beynəlxalq ümumiyyətlə? Ümumiyyətlə İraqa Deyirsən hansı yekdillik var? Yekdillik ola bilməyəcək axı. Elmə mən yekdillik olmuyor. O da susur. Hansı yekdillik olur? Sabahı günü kim əsas lider rolunda çıxış edəcək? Kim? Müharibə başlamaq üçün BMT. Yox, İranda söhbət İranda gedir. Mən Loran deyirəm, Trump. Müharibə başlamaq 7-ci fəsil nizamnamə. Müharibə başlamaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalı. Yoxdur qətnamə. Əvvəllər heç olmasa yalandan da olsa müzakirə edir. İndi heç ümumiyyətlə sanki BMT yox. Rusiyanın qətnaməsi vardı Ukrayna qarşı müharibədə. Rusiyanın da elə ona görə də aqressiya deyirlər. Biz ABŞ aqressiya demək istəmirdik. Yox, indi bizim deyib deməməyimiz deyil. Əsas məsələ başqadır. Nəsib müəllim deyir ki, bax bütün rəhbərlik getdi, Ayılma müəllim də deyir ki, yerinə gəldi. Dəyişmədi. İranda vuruşur, müqavimət göstərir. Siz də Nəsib müəllim deyirsiniz ki, ayaqdadır. Doğru, doğru. Amma fevral ayının 28-indəki İran yoxdur artıq. Ben bunu demək istəyirəm. Daha güclü İran var. Çünki İran həqiqətən Seyid Əli Xamneyinin aradan qaldırılması çox böyük bir zərbədir. Onun oğlu da gələ bilər. Nəsim müəllimin də bu dəqiqə Nəsim müəllimin də belə bir fikir var ki, bəlkə də İran cəmiyyətində ən mülayim, ən xeyirxah adam elə Əli Xamney imiş. Bəli. Ən mülayimi və xeyirxahı. Demokratı hətta. O demokratı. Elman müəllim, elə bir fikir yoxdur. Lütfən onu deməyin. Lütfən onu deməyin. Yəni indi gələnlər ki, onu əvəz edən. Diktator deyəndə, Xamneyi deyəndə bəyəm sizə eşitmirdiniz keçən il. Və yaxud da bax bu yanvar ayı. Biz onları bilirdik. Yanvar ayında minlərlə insan küçəyə çıxıb. Bax indi demirdi ki, diktatora ölür. İndi də minlərlə insan küçəyə çıxıb ağlayır ona görə. Nəsim müəllim, Amerikada hesablama aparırlar ki, müharibəyə başlayamayaq. Başlayaq deyənlərin əsas argumenti o idi ki, 2 ay bundan qabaq 30 mindən adamı Xamneyi öldürüb, silah yatızdırdı. Biz başlayan kimi həmin xalq ayağa qalxacaq. O da qalxmadı. Qalxdı, amma ağlamaq üçün. Düzgün hesablamağı bilməyiblər də. Bunu da gəlir etiraf eləyək də. Onu kim deyir ki, onlar Amerikan strateglərinin səhvlərinlə bağlı burada bir müzakirə açısı deyil ki, dəsmal götürüb ağlayası deyil. Demək istəyirəm ki, reallığı deyirəm. Deyək ki, 2 həftədə olmadsa, 4 həftədə olar. O da olmasa, başqa işlər ola bilər. Biz indi deyək ki, hansısa strategin o Trump'a Valla Nəsib müəllim, mən sizə oponentlik eləmək istəmirəm qətiyyən, siz mənim müəllimim olubsuz. Amma yəni bir reallıq var da, İran deyir, olmayacaq, olmur. Danışıqlar olmayacaq, olmadı. Mən vuracam elektrik stansiyaları məni vursam, vurmur Amerika. 15 dəqiqə verib, 5-in də o verir, onun əleyhinə. Trump bəyəm danışıq aparmaq istəyir. Mən bilmirəm. Görünən odur ki, deyir istəyirəm. Deyir istəyirəm. Özü deyir ki, İran təkid edir, yalvarır ki, danışaq. Bəli, bəli. Trump belə deyir. Deyir, məndən hətta 7 gün istədilər, mən deməyim, yox, 10 gün.